Bəzən elə bilirik ki, artıq gecdir. Amma bu hekayə sübut edir ki, heç vaxt gec deyil. 65 yaşında bir kişi vardı. Əlində cəmi 105 dollar. Cibində bir toyuq resepti. Restoranlara gedirdi. Qapı-qapı. Hər dəfə eyni cavabı eşidirdi. Xeyr, maraqlanmırıq. Bir dəfə, 5 dəfə, 50 dəfə. Amma rədd cavabları dayanmadı. O kişi 1009 dəfə rədd edildi. İndi təsəvvür et, 1009 dəfə yox eşidirsən, amma hələ də inanırsan. 1010-cu dəfə isə biri dedi, bəli, bu resept işləyə bilər. Və elə oradan da KFC doğuldu. O kişinin adı Harland Sanders idi. O, 65 yaşında uğur qazandı. Və bu hekayə bizə bir şeyi xatırladır. Heç vaxt gec deyil.